Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugün sizinlə güvən nəşrlərinin növbəti sınavında coğrafiya fənnindən düşən sualların izahına baxacağıq. Baxaq birinci suala. Cədvələ əsasən uyğunluğu müəyyən edin. A variantına baxaq. 3000-4000 metrdən dərində okean suyunun temperaturu 2-3 dərəcədən çox olmur. Bu fikir doğru fikirdir. Doğru fikrin qarşısında doğru yazıldığına görə A variantı olacaq bu testin cavabı. Növbəti variantlara da baxaq. Atlantik okeanı ekvatorial və tropik enliklərdə ensiz olduğuna görə daha çox qızır. Bu ifadə yanlışdır. Əksinə daha az qızır. Yanlış ifadənin qarşısından doğru yazılıb götürmürük. C variantına baxaq. Suyun fiziki kimyəvi xassiyələrinə, onun temperaturu, duzluğu, şəffaflığı, səs dalğalarının suda yayılması aiddir. Doğru fikirdir. Qarşısında yanlış yazıldığına görə götürmürük. D-yə baxaq. Okean sularının duzluğuna, yağıntılar və buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cəryanları təsir edir. Doğru fikirdir. Qarşısında yanlış yazılıb. Götürmürəm. Dalğanın ən aşağı hissəsi onun yalı adlanır. Yalı yox, dabanı adlanır. Qarşısına doğru yazıldığı üçün götürmürəm. Düzgün cavabımız A variantı olacaq. Dünya okeanına çay və kanal vasitəsilə çıxışı mövcud olan göllər. A variantına baxaq. Ladoqa, Maracaibo, Erie gölü. Elə doğru cavabımız A variantı olacaq. Ladoqa gölü biz bilirik ki, Avropa qitəsində yerləşən göldür. Neva çayı vasitəsilə Fin körfəzinə çıxır. Fin körfəzi də Baltik dənizində yerləşir. Baltik dənizi vasitəsilə Atlantik okeanına çıxır. Maracaibo gölü Cənubi Amerika materikində yerləşən laqun mənşəli göldür. Kanal vasitəsilə Atlantik okeanına çıxır. Erie gölü Şimali Amerika materikində yerləşir. Ontario gölünə Niagara çayı vasitəsilə birləşir və Ontario gölü isə Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına çıxır. Doğru cavab A variantı olacaq. Növbəti testə baxaq. Çayın mənsəbində havanın temperaturu müsbət 2 dərəcə Selsi, çayın mənsəbində isə müsbət 20 dərəcə Selsidir. Bu çayın uzunluğu 300 kilometrdir. Onun dərəsində əsasən bərk sular yayılmışdır. Bu çaya hansı xüsusiyyət aid ola bilməz? Çaya aid ola bilməz. Gəlin çayın mənbəyini və mənsəbini bu cür təsvir edək. Mənbəyində temperatur müsbət 2 dərəcə Selsi, mənsəbində isə müsbət 20 dərəcə Selsidir. Bu çayın temperaturları arasındakı fərq 18 dərəcə Selsi edirsə, biz bilirik 1000 metrə 6 dərəcə Selsidirsə, x-ə 18 dərəcə Selsi qoysaq, buradan x-i taparıq. X edəcək 3000 metr. Deməli, 3000 metr çayın düşməsidir. Biz bilirik düşmə bərabərdir. Çayın mənbəyi çıxılsın mənsəb. Çayın düşməsi etdi 3000 metr. O zaman biz buradan meyilliliyi tapa bilərik. Meyillilik bərabərdir. Düşmə bölünsün çayın uzunluğu. Düsturumuz belə idi. Düşməni bildik 3000 metr edir. Çayın uzunluğu da məsələnin şərtində verilib 300 kilometrdir. 300 kilometrdir. Çayın uzunluğu. Aha, buradan meyilliliyi tapırıq. Meyillilik edir 10 metr bölünsün kilometr. Deməli, bu çayın meyilliliyi vahiddən böyükdür. Biz demişdik, vahiddən böyükdürsə meyilliliyi, o zaman bu çay dağ çayı adlanır. Baxaq variantlara. Hidroenerji potensialına malikdir. Bəli. B-ni saxlayaq. C-yə baxıram. V şəkilli çay dərəsi yaranır. Bəli, dağ çaylarında V şəkilli çay dərəsi yaranır. Və burada vurğulayır, bərk suxurlar yayılmışdır. Doğru. Orta meyilliliyi 10 metr bölünsün kilometrdir. Bu da doğru fikirdir. Nəqliyyat imkanları məhduddur. Bəli, dağ çayları üçün doğru fikirdir bu. Mənbə böyük su ayırıcı silsilədə yerləşir. Bu yanlış fikirdir. Niyə? Böyük su ayırıcı dağları Avstraliya materikinin şərqində yerləşən dağlardır. Bu dağların maksimal hündürlüyü 2228 metrdir. Burada isə biz çayın düşməsinin 3000 metr olduğunu hesablamışıq. Böyük su ayırıcı dağlarının maksimal hündürlüyü 3000 metrdən azdır. Deməli, bu çay böyük su ayırıcı silsilədən başlaya bilməz. Doğru cavabımız B variantı olacaq. 34-də baxaq.
Aşağıda göstərilən iqlim diaqramının aid olduğu iqlim yarımtipinin yayıldığı ərazilərə aid xüsusiyyətləri seçəcəyik. Baxaq iqlim diaqramına. Deməli, ən isti ayın temperaturu burada 24-25 dərəcə Selsidir. Ən soyuq ayın, yəni qışda olan temperatur 0 dərəcə Selsiyə yaxındır təxminən. Və orta illik temperatur 12,5 dərəcə Selsi, yağıntılar 1036 mm təşkil edir. Yağıntıların da biz əsasən diqqət yetirsək, ilin isti dövründə düşdüyünü müşahidə edirik. Qışın isə quraq keçdiyini müşahidə edirik. Deməli, bu qışı quraq keçən mülayim isti iqlim yarımtipidir. Baxaq, Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələri. Deməli, bu fikir doğru fikirdir, götürürəm. 2. Naxçıvanın alçaq dağlığından başlamış yüksək dağlığa dək olan sahələri. Ümumiyyətlə, Naxçıvanda mülayim isti iqlim yoxdur. Qarabağ vulkanik yaylası. Bu da yanlış fikirdir. Burada soyuq iqlim və dağ tundra iqlim yayılmışdır. 4. Qanıq Əyriçay çökəkliyi, bəli, götürürəm. Samur Dəvəçi ovalığı uyğun gəlmir. Burada yarım səhra quru çöl iqlimidir. Doğru cavab 1-4 C variantı olacaq. Növbəti testə baxaq. Dağların zirvələrinin düzgün verildiyi sıraları müəyyən edəcəyik. Tubqal, Appalaça veriblər. Tubqal bu yanlış fikirdir. Atlas dağlarının ən hündür zirvəsidir. Çaqori, Hindukuş dağlarına veriblər. Bu yanlış ifadədir. Çaqori Qaraqorum dağlarına aid zirvədir. Kangur, Pamir, bu doğrudur, götürürəm. Matterhorn piki, Alp dağları, doğrudur, götürürəm. Damavand, Qafqaz verib, yanlışdır. Qalxı-Piken, Skandinaviya, doğrudur. 3, 4, 6, doğru cavab A variantı olacaq. Növbəti testə baxaq. Avrasiyanın sahillərini yuyan körfəzlər. Siyam körfəzi Cənub-Şərqi Asiyada yerləşir. Qvineya Afrikada yerləşir. Biskay Avropada yerləşir. Karpentariya Avstraliya, Venezuela Cənubi Amerika. 1-3 C variantı olacaq. Növbəti testə baxaq. Xəzər dənizinin şimal hissəsinə aid olan əlamətləri müəyyən edəcəyik. Yayda temperatur müsbət 28-30 dərəcə Selsi arasında dəyişir. Bu ifadə yanlışdır. Kür Səfudrut çayları tökülür, yanlışdır. 40 dərəcə şimal ilə 44 dərəcə şimal enlikləri arasında yerləşir. Bu şimal yox, mərkəz hissəyə aiddir. Qışda buz bağlayır, bəli. Duzluq cəmi 1-2 promil ilə bərabərdir. Bəli, 4-5 doğru cavab Y variantı olacaq. Xəritə sıxım əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edək. Deməli, 1 Hudson, 2 Hörmüz boğazı, 3 Malakka boğazı, 4 Torres boğazı. Deməli, Hudson, Hörmüz, Malakka və də Torres. Doğru cavab D variantı olacaq. Növbəti testə baxaq. Doğru sıraları müəyyən edəcəyik. Deməli, çaylar verilib bizə. Okean səviyyəsi, okean səviyyəsindən hündür və okean səviyyəsindən aşağıda olan çayları sıralayacağıq. Fərat çayı. Biz bilirik ki, Fərat çayı Dəclə çayı ilə birləşir Mesopotamiya ovalığında və sonra İran körfəzinə tökülür. Yəni, okean səviyyəsindən yuxarıda yerləşən çaydır. Bu hissəsi uyğun gəlmədi. Okean səviyyəsindən hündür Dnepr Qara dənizə tökülür. Okean səviyyəsində yerləşən bir çaydır. Burada hündür yazılıb. Bu hissəsi də uyğun gəlmədi. Volqa çayı Xəzərə tökülür. Okean səviyyəsindən aşağıda yerləşir. Sıra pozuldu. Biri götürmürük. 2-yə baxaq. Limpopo çayı deməli, Hind okeanına tökülür. Okean səviyyəsində yerləşir. Bu hissə uyğun gəldi. Missouri çayı, Mississippi çayının qolu olduğuna görə okean səviyyəsindən hündürdə yerləşir. Uyğun gəldi. İordan çayı Ölü dənizdə tökülür. Deməli, okean səviyyəsindən aşağıda yerləşir. Bu hissəsi də uyğun gəldi. İkinci sıranı götürəcəyik. Mekong çayı. Mekong çayı Cənubi Çin dənizinə tökülür. Okean səviyyəsində yerləşir. Bu hissəsi uyğun gəldi. Darling çayı Murray çayının qoludur. Okean səviyyəsindən hündürdə yerləşir. Uyğun gəldi. Ural çayı okean səviyyəsindən aşağıda yerləşir. 3-ü götürəcəyik. Deməli, doğru cavab 2-3 olacaq Y variantı. 4-ə baxaq. Mavi Nil Nil çayı ilə birləşir. Okean səviyyəsindən yuxarıda yerləşir. Yəni, okean səviyyəsində yerləşmir. Bu hissəsi pozdu. Növbəti testə baxaq.
Afrikada ekvatorial iqlim qurşağının xüsusiyyətlərinə aid deyil. Aid olmayan ifadəni seçəcəyik. İl ərzində hər gün təkrarlanan hava şəraiti olur. Doğrudur. Tez-tez şimşək və ildırımla müşahidə olunan leysan yağışları yağır. Doğrudur. Səhər hava aydın olur. Gündüz yer səthindən qızan hava yuxarı qalxır. Doğrudur. Sutkalıq temperatur amplitudu 40 dərəcə Selsiyə çatır. Bu ekvatorial iqlim qurşağı üçün doğru ifadə deyil. Burada sutkalıq temperatur amplitudası daha aşağı olacaq. Y-yə baxaq. Axşam hava əsasən sakit və buludsuz olur. Doğru cavab D variantı olacaq. Növbəti testə baxaq. Rütubətli əmsalının hansı qiymətində suxurların fiziki aşınması daha sürətlə gedir? Biz bilirik ki, fiziki aşınma quraq ərazilərdə buxarlanma qabiliyyətinin, yəni havanın temperaturunun yüksək olduğu ərazilərdə, rütubətin, yəni yağıntının az olduğu ərazilərdə daha sürətlə gedəcək. Ona görə də rütubətli əmsalının ən kiçik olduğu variantı götürəcəyik. Doğru cavab Y variantı olacaq. Növbəti testə baxaq. Hansı materiklərdə subtropik iqlim qurşağının bərabər rütubətli vilayəti formalaşmayıb? Subtropikin bərabər rütubətli iqlim vilayəti hansı materiklərdə var? Cənubi Amerika materiki, Afrika materiki və Avstraliya materikində var. Yoxdur, Avrasiya materikində və Şimali Amerika materikində. 2, 3, doğru cavab B variantı olacaq. Növbəti testə baxaq. Doğru ifadəni müəyyən edin. Labrador cəryanı Kanada sahillərində temperaturun yüksəlməsinə səbəb olur. Bu yanlış ifadədir. Labrador cəryanı soyuq cəryan olduğuna görə əksinə temperaturun aşağı düşməsinə səbəb olacaq. Avstraliyada Böyük Viktoriya səhrasından şimalda səhra və savanna zonaları arasında yerləşən hissə sahili adlanır. Yanlış ifadədir. Draqon dağlarının şərq yamaclarına Hind okeanından gələn passat küləklərinin təsiri ilə çoxlu miqdarda yağıntı düşür. Bu doğru ifadədir. Götürürük. Cənubi Amerikanın iqliminin formalaşmasında Sakit okeanın rolu daha böyükdür. Atlantik okeanın rolu daha böyükdür. Afrikada subekvatorial qurşaq bütöv zolaq əmələ gətirməyərək Çad hövzəsində qırılır. Bu da yanlış ifadədir. Uyğun variant C variantı olacaq. Növbəti testə baxaq. Tianşan dağlarına aid xüsusiyyət Qafqaz dağlıq sistemi ilə eyni yaşdadır. Qafqaz dağları cavan dağlardır. Yanlışdır, götürmürük. Kaynozoyda təkrar fəallaşmağa məruz qalmışdır. Bəli. Doğru cavab B variantı olacaq. Növbəti testə baxaq. Temperaturu müsbət 10 dərəcə Selsius olan 1 kub metr havada 7,2 qram su buxarı vardır. Bu temperaturda havanın 9 qram su buxarı saxlaya biləcəyini nəzərə alaraq nisbi rütubətliyi hesablayın. 10 dərəcə Selsius temperatura malik olan 1 kub metr havanın su buxarı saxlaması 9 qramdırsa, 9 qram 100% qoysaq 7,2 qram x. Buradan x-i tapsaq x bərabərdir 7,2 vuraq 100 bölünsün 9 bərabərdir 720 bölünsün 9. Bu da edir 80%. Doğru cavab D variantı olacaq. Növbəti testə baxaq. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Maracaibo və Titicaca göllərinin oxşar xüsusiyyətini seçəcəyik. Səthində günəşin zenitdə olma prosesi baş verir. Doğru cavab elə A variantı olacaq. Maracaibo gölü, Titicaca gölü hər ikisi tropik işıqlama qurşağında yerləşir deyə bu göllərin hər ikisində günəş zenitdə olacaq. Növbəti testə baxaq. Cədvəli tamamlayan şərti işarələr verilib və yataqların adlarını tapacağıq. Birinci şərti işarə biz bilirik ki, xromitdir. Xromit yataqları da respublikamızda Kəlbəcərdə Göydərə, Laçında İpək yataqlarındadır. Göydərə, İpək və ikinci Kvars qumu şərti işarəsidir. Abşeronda Hacıvəli və Hökməli yataqlarındadır. Doğru cavab D variantı. Növbəti testə baxaq. Yarımadalarda havanın orta illik temperaturunun artma ardıcıllığı. Artma ardıcıllığı deyirsə, biz o zaman qütblərdən ekvatora doğru gələrək yarımadaları seçəcəyik. Deməli, ən qütbə yaxın olan Kamçatkadır. Daha sonra Apenin yarımadası, ekvatora ən yaxın olan Malakka yarımadası. Doğru cavab B variantı. Materiklərin şərq sahilləri boyunca hərəkət edən soyuq okean cəryanları. Şərq sahilləri boyunca. Deməli, Kanar Peru qərb sahilləridir. Kaliforniya, Somali,
deməli Kaliforniya qərb sahilidir. Falkland Cənubi Amerikanın şərqi, Somali Afrikanın şərqi, həm də Soy okean cəryanlarıdır. Doğru cavab C variantı olacaq. Növbəti testə baxaq. 32 promil duzluğa malik 7 litr dəniz suyunun buxarlandırılmasından neçə qram duz əldə etmək olar? 32 promil duzluğa malikdirsə, deməli 1 litrdə 32 qram duz varsa, 7 litrdə x. Buradan x bərabərdir. 32 vur 7, 224 qram duz əldə etmək olar. Doğru cavab Y variantı. Növbəti testə baxaq. Verilmiş ucqar nöqtələri sahillərində yerləşdikləri okeanlara müvafiq olaraq qruplaşdırın. Merçison burnu Şimali Amerika materikinin ucqar şimal nöqtəsidir. Şimal Buzlu okeanında yerləşir. Buna B uyğun gəlir. Steep Point burnu Avstraliyanın ucqar qərb nöqtəsidir. Hind okeanına uyğun gəlir. Daha sonra Parinyas burnu Cənubi Amerika materikinin qərb nöqtəsidir. Sakit okeana uyğun gəlir. Almadi burnu Afrika materikinin ucqar qərb nöqtəsidir. Bu da Atlantik okeanına uyğun gəlir. B, C, A, D. Doğru cavab D variantı olacaq. Payız gecə-gündüz bərabərliyi günü hansı adalarda günorta vaxtı günəş şüaları 66,5 bucaq altına düşür? Payız gecə-gündüz bərabərliyi günü günəş harda zenitdə olur? Ekvator üzərində zenitdə olur. Bura 90 bucaqla düşür. Hansı ərazilərə günəş 66,5 dərəcə bucaq altında düşər? Deməli, hansısa enliklərə günəş 66,5 bucaqla düşəcək. 90-dan 66,5-ə çıxsaq 23,5 dərəcə edir. Ekvatordan şimala və cənuba 23,5 dərəcə getsək, deməli, söhbət nədən gedir? Tropiklərdən gedir. Tropik xəttlərinə günəş bu zaman 66,5 bucaqla düşər. Və tropik xəttlərinin kəsdiyi adaları seçəcəyik. Baxaq A variantına. Tayvan adası, Madagaskar adası. Elə doğru cavab A variantı olacaq. Tayvan adasını şimal tropik xətti kəsir. Madagaskar adasını isə cənub tropik xətti kəsir. Növbəti testə baxaq. İqlim yarımtipləri xəritə sxeminə əsasən soyuq iqlim tipində yerləşən əraziləri müəyyən edək. Deməli, soyuq iqlimə aid olan ərazilər biri götürəcəyik. Birə uyğun gəlir qışı quraq keçən soyuq iqlim. Daha sonra 2. Naxçıvanda yay quraq keçən soyuq iqlim. Bir də 4. 4-də də qışı quraq keçən soyuq iqlim olacaq. Doğru cavab 1, 2, 4. Növbəti testə baxaq. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Materik və okean tavalarının sərhədində yerləşən adalar, iki okean tavasının sərhədində yerləşən adaları seçəcəyik. Azor adaları. Azor adaları iki okean tavasının sərhədində yerləşir. Aleut adaları, bəli, materik okean tavalarının sərhədində yerləşir. Müqəddəs Yelena da həmçinin iki okean litosfer tavasının sərhədində yerləşir. İki okean tavasının sərhədində yerləşən adalara baxaq. İslandiya, bəli, iki okean tavasının sərhədində yerləşir. Yapon adaları bir okean, bir materik tavasının sərhədində yerləşir. Pasxa adası da iki okean tavasının sərhədində yerləşən adadır. Doğru cavab 2, 4, 6 olacaq. Növbəti testə baxaq. Düşməsi 720 metr olan çayın meyliliyi 1,2 metr bölünsün kilometrdir. Miqyası 1 bölünsün 3 milyon olan xəritə üzərində bu çayın uzunluğunu müəyyən edin santimetrlə. Baxaq. Deməli, bizə düşməni verib və çayın meyliliyini verib. Meyliliyin düsturu belə idi ki, meylilik bərabərdir düşmə bölünsün uzunluq, çayın uzunluğu. O zaman biz düsturda bizə verilənləri yerinə qoyub buradan çayın uzunluğunu tapa bilərik. Meylilik nə qədərdir? 1,2 metr bölünsün kilometrdir. Bərabərdir. Düşmə 720 metr. Çayın uzunluğunu da bilmirik. Buradan uzunluq bərabərdir 720 bölünsün 1,2 bərabərdir 600 kilometr. Deməli, tapdıq ki, çayın uzunluğu nə qədərdir? 600 kilometrdir.
Deməli, bizdə məsələnin şərtində isə deyir ki, miqyası 1/3 milyon olan xəritə üzərində bu çayın uzunluğu neçə santimetr edər? Miqyasım, deməli, buradan 5 sıfır silsək, 30 kilometr edəcək və buradan tapdığımız çayın uzunluğu bizim həqiqi məsafəmizdir. Həqiqi məsafə 600 kilometr etsə, o zaman xəritədəki məsafəni tapa bilərik. Xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni biz bölürdük miqyasa. Bərabərdir 600 kilometr bölünsün 30 kilometr. Doğru cavab olacaq 20 santimetr. Növbəti testə baxaq. K məntəqəsində qütb ulduzu Polaris 40 dərəcə bucaq altında görünür. Bu məntəqənin 80 dərəcə şərq uzunluğunda yerləşdiyini nəzərə alaraq onunla Bakı şəhəri arasında ən qısa məsafəni hesablayın. Deməli, K məntəqəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünürsə, deməli, bu məntəqə 40 dərəcə şimal enliyində yerləşir. Bu olsun ekvator xətti. Bu 40 dərəcə şimal enliyi. K məntəqəsi burada yerləşir. Və bu məntəqə 80 dərəcə şərq uzunluğunda yerləşir. Bu olsun Qreenwich meridianı, bu da olsun 80 dərəcə şərq uzunluğu. K məntəqəsi burada yerləşir. Və deyir, bu məntəqə ilə Bakı şəhəri arasında ən qısa məsafəni hesablayın. Bakı şəhəri də yerləşir 50 dərəcə şərq uzunluğunda. Burada olsun Bakı şəhəri. Baxın, bu məntəqə ilə K məntəqəsi arasında dərəcə fərqi 80 çıxılsın 50, 30 dərəcə edəcək. Deməli, 30 dərəcə vurulsun bu paralel üzrə, yəni 40 dərəcəlik paralel üzrə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. O zaman 30 dərəcə vurulsun 85,4 kilometr. O da edəcək 2562 kilometr. Uyğunluğu müəyyən edin. Deməli, yay quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim verib və ona uyğun olan əraziləri seçəcəyik. Deməli, Böyük Qafqazın şimal-şərq yamaclarının alçaq dağlıq və dağətəyi zonaları. Bu ərazi uyğun gələcək yağıntıları bərabər paylanan mülayim isti iqlimə. Deməli, 1, 2, 3 yazaq. A uyğun gəldi 2-yə. Yağıntıları bərabər paylanan mülayim isti iqlimə. B-yə baxaq, Lənkəran ovalığı. Lənkəran ovalığı yayı quraq keçən mülayim isti iqlimə uyğun gələcək. B gedəcək 1-ə. Talış dağlarının alçaq dağlıq və dağətəyi zonaları. Bu yağıntıları bərabər paylanan mülayim isti iqlimə uyğun gəlir. Naxçıvanın orta dağlıq sahələri. Deməli, bu heç birinə uyğun gəlmir, çünki mülayim iqlim Naxçıvanda yoxdur. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim Naxçıvana uyğun gəlmir ümumiyyətlə. Y-yə baxaq, Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq sahələri. Bu da bütün fəsillərdə bol yağıntılı soyuq iqlimə uyğun gələcək. Y 3-ə gedəcək. Deməli, 1-ə B, 2-yə AC, 3-ə Y olacaq. Situasiya testləri gəlir. Gəlin baxaq. Cənubi Amerikadan axan A çayının mənbəyi yaylada yerləşir. Bu çay ovalıqda okeana tökülür və mənsəbində estuari yaradır. A çayı cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir. Əsasən yağış suları ilə qidalanır. Cənub tropik xətti ilə kəsişən A çayının keçdiyi ölkələr üçün təsərrüfat əhəmiyyəti böyükdür. Söhbət hansı çaydan gedir? Söhbət Parana çayından gedir. Çayın adını gəlin yazaq. Parana. Parana çayı. Və hansı okean hövzəsinə aiddir? Əlbəttə ki, Cənubi Amerika materikindən axan Parana çayı La Plata körfəzinə tökülür. Atlantik okeanına aiddir. Atlantik okeanı. A çayının təsərrüfat əhəmiyyətlərini yazın. Ən azı 2 əhəmiyyət olsun. Deməli, Parana çayının hansı təsərrüfat əhəmiyyətlərini biz qeyd edə bilərik? Məsəl üçün, nəqliyyat ola bilər. Nəqliyyat, gəmiçilik, suvarma, daha sonra enerji, balıqçılıq və s. əhəmiyyətlərini qeyd etmək olar. Deməli, A çayının mənbəyinin yerləşdiyi yayla, mənsəbinin yerləşdiyi ovalığın adını yazın. Mənbəyinin yerləşdiyi yayla Braziliya yaylasıdır. Braziliya yaylası. Mənsəbinin yerləşdiyi ovalıq, töküldüyü ovalıq isə La Plata ovalığıdır. La Plata ovalığıdır.
Belə, bu qədər dəyərli izləyicilər. Bu da coğrafiyadan düşən sualların izahı. Növbəti dərslərimizdə görüşənədək izlədiyiniz üçün təşəkkür edirəm.